Akşamınız xeyir əziz izləyicilər. Ben bir daha yadınıza salıram ki, Bazar günü Respublika Baş Prokuroru Kamran Aliyevlə görüşdən sonra ben bir yazı yazdım ki, ben görüşdə Baş Prokurorun diqqətinə çatdırdığım qanunsuzluqları, qanunsuz əməlləri, korrupsiya hallarını hamısını birbaşa yayım vasitəsilə hem izləyicilərin, hem de səlahiyyət sahiblərinin canlı yayımda diqqətinə çatdıracağım. Ben size söz vermiştim ki, bugün sizə Azərbaycan Respublikası Baş Prokurorluğunun Korrupsiya Baş İdarəsində şahidi olduğum ve sənədlərlə sübut edəcəyim korrupsiya hallarını diqqətinizə çatdıracağım. Çatdırasıydım. Amma mənim bu günlərim günortadan sonra dalbadal 2 məhkəmə prosesim olduğuna görə işləri götürüb, yəni sahmana sala bilmədim. Ona görə bugün sizlə başqa 2 deyək, prokurorluq orqanlarının qanunsuzluqlarını diqqətinizə çatdıracağım. Bu qanunsuzluqlar Bakı şəhəri Nizami rayon prokurorluğunda baş verir. Birinci hal nədən ibarətdir? Hər iki hal da eyni ər-arvad arasında olan mübahisə ilə bağlıdır. 1924-cü ilin 20 yanvarında mən mənə müraciət edən, hüquqlarını müdafiə etdiyim Məmmədov. O adının hallanmasını istəmir. Həm də ümumiyyətlə ailə məsələsi olduğuna görə o istəmir ki, bunlar hamısı yəni efirdə səslənsin. Maksimum ailənin deyək, baş verənləri ailə çərçivəsində saxlayır, amma məcburuq ki, bu günlər biz bu addımları alataq. Hər halda bu mənim müştərimlə razılaşdırılmış bir çıxışdır. 2023-cü ilin sonlarında bunların arasında ailədə narazılıq yaranır. Və artıq boşanma ərəfəsinə gəldiyindən bu adam Bakının mərkəzində 4 otaqlı, tam təmirli, bütün yəni imkanlı şəxsdir, hər şeyi qoyur, həyat yoldaşına, uşaqlarla bir yerdə çıxır, gedir başqa yerdə yaşamağa. Amma hər həftə evə bazarı edir, gətirir ki, uşaqlarına versin. Bir oğlan, bir qız uşağı var. Növbəti dəfə 20-si yanvar 24-cü ildə gətirir bazarlığı verəndə hiss edir ki, həyat yoldaşı dava salmaq istəyir. Elə bazarlığı koridorda qoyub çıxır. Az sonra polisdən buna zəng gəlir ki, həyat yoldaşın şikayət edibdir ki, sən onu döyübsən, xəsarət yetiribsən. Bu adam gedir polis şöbəsinə 102-ci çağırış olur. Və gedə də qaynatasına zəng edir ki, belə bir şey olubdur, siz də bilin bunu. Gəlir ifadə verir, necə olubdur, o cürdə danışır. Az sonra həyat yoldaşını çağırırlar, dəvət edirlər. Həyat yoldaşı, atası görünür, həyat yoldaşına danışandan sonra imtina edir, deyir, mənim heç bir xəsarətim yoxdur, heç bir davada olmayıbdır. Mən əsəbləşdim, onu elədim. Müstəntiq qərar çıxardır ki, ged ekspertizadan keç, deyir, mən heç aradan keçmə fikrim yoxdur. Ona görə ki, heç bir xəsarətim yoxdur. Bunun üstündən 1 il 3 ay keçir. 21 fevral 25-ci ildə bu xanım müraciət edir, artıq bunların arasında əmlak davası başlayır. Əmlak bölgüsündə də həyat yoldaşı maksimum nə istəyir onu verməyi tələb edir. Amma xanım hər şey almaq istəyir. Xanım təzədən şikayət edir ki, 1 il 3 aydan sonra aprel ayında Nizami Prokurorluğuna ki, xahiş edirəm, həmin işi qaldırın. Nizami Prokurorluğu 2 həftə sonra cinayət işi qaldırır ki, bu şəxs həyat yoldaşı arvadına, qoluna xəsarət yetirir. Ekspertiza təyin olunur və dərhal ekspertiza qərar verir. Ən maraqlı bu hissəsidir, sizdən xahiş edirəm, nədir? Ekspertiza qərar verir ki, bazu hissəsi biləsiniz, qolun bu hissəsidir.
yəni çiyindən dirsəyə qədər olan hissəsini, bazı hissəsinə xəsarət yetirilir 1 il 6 aydan sonra. Və bu yüngül xəsarətdir. Əlavə edir ki, bu xəsarət yıxılmaqdan yetirilə bilməz və şəxsin özü tərəfindən yetirilə bilməz. İş içində bunların evdə olan 13 yaşlı oğlanların ifadəsi var ki, atam çıxandan sonra adam kuxnyada stolun üstündə nə var tökdü və orada qırılmış şüşü ilə qoluna xəsarət yetirir. Bunlara baxmayaraq, biz nə qədər təkid edirik, ekspertiza rəy verir ki, şəxs özü özünə xəsarət yetirə bilməz. Biz razılaşmırıq, təkrar ekspertiza tələb edirik. Bütün ekspertizalar hamısı Səhiyyə Nazirliyinin üzr istəyirəm sizdən. Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində keçirilir. Oranın Ədalət adlı bir direktoru var. Bütün işlərin, bu rəylərin başında da duran odur. Mən buradan çox şeyləri səsləndirmirəm. Ona görə ki, mən onsuz da bilirəm ki, bu dəqiqə baş prokuror nəyin bahasına olursa mənim məsuliyyəti alınmağı barədə çalışır. Elə o cürdən onun kimi çoxları mənim azadlığımı əlimdən almaq istəyir. Ona görə ki, mən çoxlarına mane oluram. 4 ekspertiza təyin etdiririk. Və hər dəfə də biz xahiş edirik ki, mən şəxsən hər ekspertizada vəsadət verəndə xahiş edirəm ki, yəni insanın ya sağ əlindən, ya sol əli bazusunun, yəni qolun bu hissəsinə xəsarət yetirə bilməməsinə heç ekspertiza lazım deyil. İstənilən insan heç bir hüquqi, tibbi savadı olmayan, ondan soruş ki, sən sağ əlindən, sol əlindən bu hissəsinə, yaxud o bir əlinin hissəsinə xəsarət yetirə bilərsən ya yox. Bu, yəni aydın, heç mütəxəssis rəyinə olmayan, rəyini ehtiyacı olmayan bir aksiomadır. Hər dəfə də mən xahiş edirəm, nizami polisindən ki, sizdən xahiş edirəm. Birinci o xanım deyir ki, güya bu götürübdür, gül qabını vurub stolun üstünə, sındırıb, sonra gül qabının qırığını atıb bunun üstünə və bunun qoluna xəsarət dəyir. Birinci mən xahiş edirəm ki, sizdən xahiş edirəm. O xəsarətin, yəni hüquqşünaslar hamısı bilir ki, istənilən xəsarətlə bağlı ekspertiza keçiriləndə hökmən həmin xəsarətin şəkilləri olur. Və dəfələrlə hər mən yazımda bildirirəm ki, birinci kişilər siz şəkili qoyun, görək bu xəsarət var, yox. 4 ekspertiza keçirilir, 4-ünün heç birində də həmin o xəsarətin şəkili yoxdur. Yəni mən bu günlərim şəxsən bir vəkil kimi o şəxsin, xanımın qolunda xəsarət var ya yox, onu bilmirəm. 4 ekspertizanın 4-ündə də eyni cümlələr, ekspertizalar keçirilir ki, 21 aprel, 8 iyul, 8 avqust və 18 noyabr. 4-ünün də hamısında eyni ifadələr bir-birindən köçürmələrdir. Hər dəfə də xahiş etmişəm ki, siz Azərbaycanda çoxlu tibbi ekspertiza keçirmə yerləri var. Müdafiə Nazirliyində var, Daxili İşlər Nazirliyində var. Yaxud bunu istintaq özü cürbəcür mütəxəssislərdən, həkimlərdən, travmatoloqlardan, trasoloqlardan ibarət bir komisyon yaradıb, komisyon ekspertiza keçirə bilər. Heç bir yerdə heç kiməsə keçirilir. Və bu il dekabrın 4-ündə mən müdafiə etdiyim şəxsə 128-ci maddə, yəni bu maddə bir əhəmiyyət daşımır. Onsuz da bu maddə ilə heç kimi nə tutasıdırlar, nə asasıdırlar, nə kəsasıdırlar. Bu uzaqbaşı cərimə və ya şərti bir şeydir. Azadlıqda məhrum etmə də nəzərdə tutulur. Yəni söhbət burada bir xanımın rayon prokuroru Pərviz İbayeva, bir başında duran rayon prokuroru Pərviz İbayevdir. Ona görə ki, artıq bir neçə aydır həmin o polis idarəsinə təzyiq göstərir ki, təcili işi göndərin məhkəməyə. Polis idarəsi də, indi mənə deməsələr də mən peşəkaram,
Bilirəm ki, onlar da bilir ki, burada cinayət yoxdur, bu iş saxtadır. Bu məsuliyyətin altında girməmək üçün hər dəfə ekspertizanı təyin edirlər, sonra bu işi Baş şəhər prokuroru tələb edir deyə Daxili İşlər Nazirliyi iş bu gün də hələ məhkəməyə getməyibdir və o getməsi də bizi maraqlandırmır. Mən baş prokurora müraciət etmişəm. Kamran Əliyevə. Və ondan xahiş etmişəm ki, yəni bu iş üzrə rayon prokuroru Mansur İbayev, adı yadımdan çıxdı ama hakim Mansur İbayev'in oğludur. Onun başçılığı ilə ekspertlər Məhəmməd Novruzov, Fəxrəddin Abbasov, Ceyhun Allahverdi orada bir sıra şeydir. 4 dəfə ekspertizada hər dəfə 2-3 səfər iştirak edir. Bunlar haqqında cinayət qaldırılsın. Ona görə ki, mən hələ o biri tərəfini demirəm ki, bu xəsarət var, yox, bəlli deyil. Ona görə ki, ekspert heç dəfə həmin o xəsarətin şəklini çəkib onun izahını verməyir. Biz bilmirik, var ya, var bir kağız ki, bu ekspertiza rəyidir. Amma ekspertin keçirilməsi qaydaları var, hörmətli izləyicilər. Mən onu bilirəm ki, ekspert keçirilən hökmən həmin rəyin şəkli, ölçüləri, ondan sonra tətbiq olunan deyək, hansı elmi göstərişlərə, yaxud təlimatlara uyğun bu tərtib, bunlar hamısı ekspertiza rəyində əksini tapmalıdır. Heç bir. Bunların hamısını qoyuram kənara. Və 2 sual məni maraqlandırır. Ekspert qəti cavab verir ki, insan bunu özü-özünə yetirə bilməz. Mən sizə burada dedim ki, ekspert olmağa ehtiyac yoxdur ki, insan özünün özünə bir qolundan o bir qoluna xəsarət yetirməsi bu aksiyomadır. O halda ola bilməz ki, kök insan ola bilər, bel nahiyəsində ola bilər, əli çatmaz, o bəli ola bilər. Amma bir qoldan o bir qola xəsarət yetirib, lezvi ilə kəsmək, bıçaqla kəsmək, şüşü ilə kəsmək, bu yəni mümkündür və bunun mümkün olmamağını heç bir elm, heç bir alim, heç bir təlimat təsdiq edə bilməz. Onun üçün insan bunu öz gözünlə görür və bilir. İkinci bir saxtakarlıq ki, insanın yıxılmağından əmələ gələ bilməz. Necə? İnsanın yıxılmağından xəsarət əmələ gələ bilməz. İnsan qolunu hariyasa da vurub xəsarət yetirə bilməz. Ən maraqlısı da odur ki, bu 1 il 4 aydan sonra bu ekspertiza rəyləri verilir. Artıq üstündən 2 il keçir. Amma ekspert rəyi verilir. Bununla birlikdə, əziz izləyicilər, yenə həmin prokurora Pərviz İbayev, Nizami rayon prokuroruna, mən ərizə ilə müraciət etmişəm 8 ay bundan əvvəl, may ayının əvvəlində ki, həmin xanım evdən gedəndən sonra bu şəxsə bəlli olub ki, həmin xanım evdən 170.000 manat, 60.000 dollar və bir neçə kilo qızıl zinət əşyaları uğrayıb aparır. İndi deyə bilərsiniz ki, öz zinət əşyaları və öz zinət əşyalarını aparıb bəlli. Amma bu pulun, dolların uğurlanması artıq xanım evdən gedəndən sonra bəlli olub. Ona görə ki, bunların ailə dostları xanım gedəndən sonra gəlib pul qaytarırlar ki, bu qədər pul. Nə puludur? Deyir, bunu xanım buraya saxlanca vermiş. Hər yoldaşın xəbəri yoxdur. Səs yazıları ilə, şahid ifadələri ilə bunlar hamısı təsdiq olunur. 8 aydır həmin o Pərviz İbayev 10 günə, 1 ildən əvvəl, 1 il 4 aydan əvvəl güya qola xəsarət yetirib, heç izi də bilinməyən indi dərhal cinayət işi qaldırır və bunun ciddi cəhdlə məhkəməyə getməsini tələb edir. O biri tərəfdən açıq-aşkar olan oğurluq faktı üzrə 8 aydır o iş üzrə cinayət işi qaldırmır. Polis insanları dindirir, eləyir, təqdim edir ki, burada oğurluq hadisəsini qaldırır. Və bunların hamısını şəhər prokurorluğu da bilir, onu görə ki, mənim dəfələr ərizələrim olubdur. Kamran Əliyev də bilir. Əziz səhifə izləyiciləri, mən çox yaxşı bilirəm ki, indi bir çoxlarınıza sual olacaqdır ki, İsmailov bu yaşında nə istəyir? Mən buna cavab verməməkdən əvvəl
bir xatırlama edim sizə. Ola bilsin oxuyubsuz. Mən əvvəllər bu barədə yazılarım olub. Mən 1996-cı ildə Macaristanda, Budapeştdə Mərkəzi Avropa Universitetində oxumuşam bir neçə ay. Mən tək Azərbaycanlı idim, 26 gürcü var idi. Mixail Saakashvili də həmin o kurslarda iştirak eləməli idi, amma onun iş olduğuna görə gəlmədi. Sonra Gürcüstanın parlamentinin sədr olmuş David Usubashvili orada olmuşdu, məndən biri oxuyub. Oranın ədliyyə naziri olmuş Gigla Qulaşvili oxuyub. Milli Təhlükəsizlik naziri olmuş Valeri Xaburcani oxuyubdu. Gürcüstan Hüquqçular Assosiasiyasının prezidenti Pata Çonobeladze oxuyub. Vaxtilə Xarici İşlər Naziri işləyirdi. İndi səhv etmirəmsə də Xarici Kəşfiyyat İdarəsinin rəisidir Gela Berjaşvili və çoxları oxuyublar. Onlar hamısı məndən təxminən 5-6 yaş kiçik idi. Biz o seminarlarda indi 5 gün oxuyurduq, şənbə, bazar günləri danışırdıq, şəhərə çıxırdıq, gəzirdik. Mən bunların hər dəfə müzakirə olan deyirəm, özü də deyim ki, o gözlər hamısı o vaxt hələ Rusiyaya qarşı çox agresiv idi ki, bizim vətənimizi məhv edən indiyənə qədər Rusiya olubdur. Ömür boyu məhv edib və bir gün də məhv etməkdə davam edir. Onların hamısının bir-birinə söhbətində bir şeyin şahidi olurdum. Orada hər bir hüquqçular cavan uşaqlar idi. Onlar hər biri deyirdi ki, mən Gürcüstana görə cavabdehəm, mən dövlətimə görə cavabdehəm, mən vətənimə görə cavabdehəm. İndi mən, əziz izləyicilər, çoxunuz anlamasınız da, mən 89-cu ildən Azərbaycana gəldiyim gündən mən özümü ölkəmə görə cavabdeh saymışam. Mənim ailəmdə çoxları yaşlı nəsil onu bilər. Bir neçə də çıxışlarında da demişəm ki, bizim məmləkət o vaxt güclü olacaqdı ki, Qazaxın Şıxlı kəndində suçu işləyən, yəni sahələrə su verən Məhəmməd kişi də dərk eləməyənə qədər ki, onun vətəninin, dövlətinin gələcəyi ondan asıldı. Bizim dövlət heç vaxt güclü olmaz. Ona görə mən bu gün baş verənləri çox yaxşı bilirəm və son hadisələri, həbsləri görürsünüzsə da bilirsiniz ki, Azərbaycan Respublikası Prezidentinin qərarı qətidir. Həm Rusiya qarşı olan münasibətdə, Rusiya qarşı münasibətdə deyəndə Prezidentin heç vaxt Rusiya ilə düşman olmaq niyyəti olmayıbdır. Ancaq Rusiyanın Azərbaycana ikinci növ dövlət kimi, vassal kimi baxmağına etirazını mən görürəm. Yəqin siz də gördünüz ki, Rusiyada olan son yığışa yenə ölkə prezidenti getmədi. Ölkə daxilində son həbsləri yəqin görürsünüz də, generalların, balalarının həbsi. Heç vaxt ağlımıza gəlməyən ki, bəylər əyib onun hansısa qohumları həbs oluna bilər, onların həbsi. Bu ondan xəbər verir ki, ölkə prezidenti ölkədə qayda qanun yaranmasında istirarlıdır. Mən ümid edirəm ki, yeni ildən sonra bu həbslər daha çox olacaqdır. Əhatəsi daha böyük olacaqdır. Və burada da bir məqsəd var. Bu ölkədə heç kim, o cümlədən baş prokuror Kamran Əliyev də özünü qanundan üstün hiss etməməlidir. O cür də onun tabirliyində olanlar. Mən korrupsiya idarəsində nələr baş verdiyini sizə indi yəqin artıq bayramlar gəlir. Mənim sabah bir tədbirim var, hökmən orada olmalıyam. Ondan sonra şənbə günü, ondan sonra da yeni il var. Yeni ildən sonra mən bu verilişlərimi davam edəcəm. Və sizin də hər birinizdən xahiş edirəm ki, mən bu verilişlərimi dinləyin, paylaşın, qoyun hamı bunların sonunda, yəni mən gün ərzində otağıma onlarla iş adamları gəlirlər. Onlar gəlirlər şikayət eləmək, onların başına hansı oyunlar açırlar. Və burada yazın onu, qorxmayın, vallahi qorxmayın. Mən birinci gün Kamran Əliyevlə bağlı çıxışımdan sonra onlarla adam bilirəm ki, çoxları da məni istədiyindən Hasan mənim yaşlı adamsınız, bu yaşınızda sizə həbs olunmaq mı lazımdır, nəyinizə bu lazımdır? Mən onların hamısına dediyimi bugün sizə də təkrar edirəm.
Həbsdən o adam qorxmalıdır ki, onun hansısa qanunsuz əməlləri olar. Mənim heç vaxt qanunsuz əməllərim olmayıb. Heç vaxt. Mən bunu Respublika Prokurorluğunda 89-93-cü ildə işləmişəm. O vaxt işləyənlərin hər birindən soruşa bilərsiniz. Mən üzr istəyən ifadəyə görə o vaxtda çoxları deyirdi ki, bunun ağlı çatmır. Yəni bu bilmir ki, burada pul almaq lazımdır. Maaşa minir, metro ilə gedir, Nərimanov metro ilə gəlir. Bir il prezident aparatında işlədim. O dövr orada işləyənlər də çox gözəl bilirlər. Ki orada da mən bir dəfə getdim oranın bufetinə, çörək yedim, başa düşdüm ki, mən burada hər gün bufetdə çörək yesəm, mənim maaşım heç bu bufetə çatmayacaq. Onun üçün hər gün 5 qəpiyimi verirdim, gedirdim evə. Sonra da gəlirdim nahar vaxtı Nərimanova, Nərimanovdan da yenə prezident aparatına işə. Mən bu cür yaşamışam. Və ən əsası, əziz həmvətənlərim, bu şans bizdə yaranır. Bax, bunu mən 10 il bundan qabaq sizə deməzdim. 15 il qabaq da deməzdim. Ona görə ki, Rusiya, İranın Azərbaycana təsirini çox yaxşı bilirdi. İndi şükür, bir də ortada Qarabağ, həll olunmamış Qarabağ problemi var idi. Şükür Allaha Qarabağ problemi həll olunur. Müstəqilliyimizi bərpa etmişik. Ölkədə artıq qayda qanunu bərpa etmək tək prezidentin işidir, ona əmin olun. Vallahi inanın ona. Mən əmin edirəm sizi ki, prezident həqiqətən ölkədə qayda qanun olmasını istəyir. Və olan həbslər niyə birdən-bir olur? Nəsə məlum olur, bir də bizim ölkədən böyük bədbəxtçiliyimiz bilirsiniz nədədir? Bugün də ölkədə deyək vəzifə tutanların əksəriyyəti oliqarxlardır. Yəni küllü miqdarda var dövləti olanlardır. Onlar heç biri prezidentə gedib başqasının qanunsuzluqları barədə demir, ona görə ki, bilir ki, sabah bilinər, o da gedib bunun qanunsuzluqlarını deyər. Bir də mən dəfələrlə təkrar eləmişəm, əziz həmvətənlərim. Hələ 1500-cü ildə Machiavelli'nin hakimiyyət haqqında əsəri var. Orada yazır ki, heç bir deyək, prezident ətrafına, yaxud hökümdar ətrafına güclü prezident lazım deyil. Onlara həmişə zəif prezident lazımdır ki, onlar prezidentə desin ki, biz sizi qoruyuruq. Ona görə bugünkü deyək, prezidentin ətrafında olanlar da onun güclü olmağını istəmir. Onlar istəyirlər ki, daimi onlara prezidentin ehtiyacı olsun. Amma son addımları ilə prezident göstərir ki, onun heç kimə ehtiyacı yoxdur. Ona görə bu işdə bizim hamımız ona kömək etməliyik. Hər birimiz. Heç nədən çəkinmədən, qorxmadan. Mən indi yenə deyim, Kamran Əliyevlə bağlı mən baxdım, 90 min adam baxıbdı videoya. Amma orada 100 ya 120 şərh var. Orada da bəlkə 10-20 nəfər deyək problemi deyir. Amma bu problem 10, 20, 100 deyil, minlərləndir. Necə qanunsuzluqlar olur? Xüsusilə dəladuzluqla bağlı olan cinayət işləri, niyə bu ölkənin az qala yarısı dəladuzdur? Biz xalq olaraq dəladuz deyilik axı. Bu hamısı da vaxtı ilə Zakir Qaralovla Ramil Usubovun özlərinə yaratdığı yem yerləridir. Biri digərini sui-istifadə edir, aldadır, dəladuzluq edir və gedir ya prokurorluqla ya polislə əlaqə yaradır. Yarısını verir, qərar qəbul edirlər ki, bu məsələ mülki məsələdir, get məhkəmədə həll elə. Və məhkəməyə getmək də o gedər gəlməzi getmək kimi bir şeydir. Ona görə bu problemlərin çözülməsi həm də və ən çox bizim özümüzdən asılıdır, vətəndaşlardan asılıdır. Vəzifədə olan cavan adamlardan asılıdır. Mən müraciət edirəm o cür, o cümlədən prokurorluqda, polisdə, vergidə, kömürlükdə olan cavan insanlardan. Amma bu sizin gələcək vətəninizdir. Mənim həyatım puç oldu Azərbaycan. Mən insan kimi yaşaya bilmədim. Onun üçün imkan vermədilər. Elə sxem quruldu. Rusiya buranı o cür idarə elədi. Siz özünüzə normal məmləkət yaradın. Elə məmləkət yaradın ki, sabah buradan qaçmağa çalışmayın. Yadda saxlayın. Dünyanın heç bir yerində Azərbaycan kimi gözəl təbiət güşəsi olan ölkə yoxdur.
Sadece bu iki ölkədə nizam intizam yaratmaq lazımdır, o da özümüzdən asılı. Bir daha əzizlərim, izlədiyinizə görə təşəkkür edirəm. İzləməkdə davam edin və sizə söz verdiyim kimi yeni ildən sonra inşallah sağ qalaramsa da mən sizlə yenə o Respublika Baş Prokurorunun o korrupsiya baş idarəsində baş verənləri sizinlə bölüşəcəm. O vaxtilə Daxili İşlər Nazirliyində yadınızdadır, deyirlər banda dil. Ona görə də banditizm hərəkətlər gedirdi. İndi bu korrupsiya baş idarəsində deyilə korrupsiyanın kökü orada qoyulur. Orada da olan faktları sizinlə bölüşəcəm. Bir daha salavat qalın. Hər birinizi gələcək yeni il münasibəti ilə təbrik edirəm. Tez olsa da, ona görə ki, inanmıram ki, bir də canlı yayım eləyəm. Hər birimizə yeni ildə vətənimizdə əmin-amanlıq arzulayıram. Və bir də əziz izləyicilər bir şey xahiş edirəm. Biləsiniz ki, bu dövrdə həm Rusiyadan, həm İrandan, həm digər yerlərdə, xüsusilə ölkədə olan o məmur oliqarxlar, kimləri ki, milyardları toplayıb, milyardları qorumaq üçün maksimum ölkədə qeyri-stabillik yaratmaq istəyəcəklər. Biz maksimum ona yol verməməliyik. Yeni iliniz mübarək, yeni ildə əmin-amanlıq hamımıza, can sağlığı, xoşbəxt günlər, balalarla, nəvələrlə Allah amanında.